Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Qədimdən ixtira olunan liftlər insan istifadəsi üçün idi. Bu yanlış fikirdir, çünki ilk liftlər yük daşımaq üçün istifadə olunurdu. Heyvanların bir-biri ilə döyüşü zamanı meydan liftlə çıxardılırdı, amma burada qeyd olunub ki, heyvanlar bir-biri ilə yox, qladiatorların heyvanlarla vuruşması zamanı heyvanlar liftlə gətirilirdi. Deməli, bu da yanlış fikirdir. Uzun müddət insanlar liftə minməkdən qorxublar. Bəli, sadəcə biz görürük ki, 1854-cü ildən sonra bu qorxuya qalib gələ bilirlər. Deməli, 3 doğru fikirdir, seçirik. İlk liftlər yük qaldırmaq üçün istifadə olunurdu. Bu doğru fikirdir, seçmirik. Dünyada liftdən istifadə edilən sayı milyonu keçib. Yanlış fikrimiz bu olacaq. Çünki milyonu yox, milyardı keçdiyi 3 milyarddan çoxdur. Milyardı keçdiyi qeyd olunur. Deməli, cavabımız olacaq 3 və 5. Sərnişin lifti Nyu-Yorkda işə başlayıb, bu isə doğru fikirdir. Məhz mətnin bu hissəsində qeyd olunub.